Komedixana layihəsi ilə tanınan aktrisa Xəyalə Quliyeva istirahət üçün Dubaya yollanıb. Musavat.com xəbər verir ki, aktrisa səfəri zamanı səhraya təşkil edilən turda iştirak edib. O, səhrada çəkilmiş fotolarını şəxsi Instagram hesabında izləyiciləri ilə bölüşüb. Paylaşımda Xəyalə Quliyeva ağ libasda Dubay səhrasının füsunkar mənzərəsi fonunda görüntülənib. Fotoya yazdığı qeyddə aktrisa "Səhralar olmasa ağacların qədrini bilmərik" sözlərini qeyd edib. Paylaşım sosial şəbəkələrdə maraqla qarşılanıb və qısa zamanda minlərlə bəyənmə toplayıb.